İradə Rizazadə, Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyin sədri. Özüm həm qaçqın olmuşam, həm Azərbaycan Qaçqınlar Cəmiyyətində işləmişəm və eyni zamanda da İrəvanlıyam. 88-ci ildə gəlmişəm və gələn gündən də deməli vətən həmişə ürəyimizdə, qəlbimizdə olub. Bacardığım nə olub? Mən tarixçi deyiləm. Amma düşündüm ki, tarixi yazanlar yazır. Bunun bir sübutları da var, bunun foto şəkilləri var və ona görə başladım o foto şəkilləri 90-cı illərin axırından toplaya-toplaya, kimlərdəsə var idi onları ala-ala və böyük bir foto sərgilər keçirdim. Həmin sərginin nəticəsi də bir foto albomum ərsəyə gəldi. Mənim bu foto albomumdur. Hansı ki 4 dildədir. Hollandiyada da təqdimatı keçirilibdir. Türkiyənin bir neçə şəhərlərində foto sərgim gedib. Və bu foto sərgilərin nəticəsində əlbəttə ki İrəvan əhalisi də çox böyük maraqla izləyirdi. Və Tamerlan Əliyev həm biz uşaqlıqdan böyümüşük bir yerdə və çox böyük həvəsi oldu ki, o orada İrəvanda Axundov məktəbində oxuyubdu və o məktəb haqqında, çünki o məktəbdə işləyən çox hörmətli, çox savadlı müəllimlər olubdu. Həmin o məktəbin bilirsiniz ki, məzunlarından qızıl medalla, gümüş medalla qutaranlar olubdu və o ziyallığımızı orada göstərən bir həmin məktəbin çox böyük rolu olur. Ona görə o da bu mövzuda araşdırmalar apardı, şəkillər topladı və bugün artıq onun kitabının təqdimatını bizim təşkilat olaraq bunu keçiririk. Çünki hər bir yenilik bizim üçün çox vacibdir və İrəvan təhsilinin hələ bir neçə ocaqları var. İnşallah gələcəkdə yenə də kitablarımız olacaq. Ona görə mən bu günləri həm Tamerlan Əliyevə təşəkkür edirəm, onun o əziyyətinə görə ki, o bunu ərsəyə gətirə bildi. Əlbəttə ki, hələ yenə də araşdırası çox materiallar var. İnşallah ki, davamı da olar və biz bu mövzuyla əlbəttə ki, fikrimiz qayıdışdır. Cənab Prezidentin qoyduğu məsələ, qoyduğu xalqımızın istəyini eşidərək qoyduğu məqsədi və uzaq görən siyasəti biz dəstəkləyirik və həmişə varıq və o qayıdışı biz həyata keçirməliyik. Necə Ulu Öndər çox illər öncə bizə o inamı başladı verməyə ki, siz qayıdacaqsınız və bugün biz görürük ki, biz artıq bir müəyyən yoldayıq və bu günləri görürsünüz tarixi araşdırmalarla, gördüyümüz işlərlə, mədəniyyətimizlə, mədəni irsimizin qorunması ilə də məşğul oluruq ki, qayıdaq.
Aziz İrəvanlılarım, doğma İrəvanlılarım. Qərbi Azərbaycan sözünü deyəndə cəmaət əvvəl həmişə İrəvan sözünü deyirdi. Qərbi Azərbaycan sözlərini demirdi. Çünki bir İrəvan sözü olanda hamı bilirdi ki, bu artıq o regionu deməli insanlarıdır. Əlbəttə ki, bugün doğrudan da çox təsir edici bir hisslər keçirdik. İllərdir görmədiyimiz insanlar da bugün geldi. Ve əsas bu günləri bizi burada birləşdirən həm mövzudur, həm o İrəvanda olan, təhsil ocağı olan, əvvəl Kirov adınaydı, sonra Axundov adına məktəbin məzunları da buradadır. Müəllimlərinə, dünyasını dəyişənlərə Allah rəhmət eləsin. Çünki həqiqətən də İrəvan ziyalarını formalaşdıran o zaman həmin o müəllimlər olubdu. Və onların burada evladları var, hətta nəvələri də var. Ona görə bilirəm ki, çox adam gələrdi bura sadəcə. İndi biz belə düşündük ki, bu kitabın təqdimatı bu günləri keçsin. Əlbəttə ki, o qədər araşdırılmamış məsələlər var. O qədər yeni bir faktlar var və bu faktlar inşallah ki, davamlı olarak bu kitabın davamı olarak olacak. Bugün bu kitabın
üzərində əlbəttə ki, əziyyət çəkənlərimiz var. Ən birinci Tamerlan Əliyev. Mən sizə deyim ki, Tamerlan Əliyevlə və bu ailə ilə mən o məşhur Firdovsi küçəsi ki, həmişə deyirik, o Firdovsi küçəsində qonşu olmuşuq. Və gətirdik hali ilə ki, biz qaçqınlıq həyatını çəkdik, gəldik Bakıya, bir müddət görüşdük, amma sonra indi hələ öz işi ilə məşğul idi. Və indi burada bir çoxu bilir ki, hələ 2006-cı ildən mən bu foto sərgilərin icmə tarixçisi iləm və mən bacardığımı eləməliyəm, bildiyimi eləməliyəm. Və fikirləşdim ki, o qədər təsdiq edici bizim, o tarixi təsdiq edici fotolar var. Bir neçə foto sərgilər keçirdim və o foto sərgilərdə də əlbəttə ki, Tamerlan mənim də orada iştirak edibdir və mən çox sevindim ki, doğrudan da çünki o bəhtə görün kimlər olub o məktəbdə, müəllimlər olubdu, orada bizim direktorlarımız olubdu, dərsdə müdürlərimiz olubdu və nə qədər o məktəb şagirdlər yola salıbdı. Ona görə Tamerlan müəllimə mən şəxsən bir İrəvanlı kimi, bir bu sahədə artıq uzun illərdir öz bacardığımı edən bir insan kimi mən təbrik edirəm Tamerlan müəllim. Biz hamımız əlbəttə ki, vətən hissi ilə həmişə yaşayırıq. Evladlarımıza onun aşılayırıq. Və illər öncə ulu öndərimiz Heydər Əliyev deyəndə ki, Qərbi Azərbaycan əhalisinin qarşısında deyəndə ki, biz o torpağa qayıdacağıq. Göyçüyə dönəcək. Zəngəzura bir sadalaya. Mən o zaman televizyon qabağında bunu qulaq asırdım. İnanırsınız, nə qədər baxmayaraq ki, hələ Qarabağ işğal altındaydı. Amma o qədər ona inanmamız həmişə olub da. Biz özümüz İrəvanda, Qərbi Azərbaycanda yaşayanda əlbəttə ki, hamı bilirdi ki, onun gücündən ermənilər dəfələrlə qonşum deyirdi, nə qədər o varsa, siz hələ yaşayın. Bax, o sözləri mən özüm eşitmişəm. Və sonra da əlbəttə ki, onun o verdiyi vəsiyyəti bu günləri Ali Baş Komandanımız, hörmətli, deyərdim, əziz prezidentimiz İlham Əliyev davam edir və bugün artıq qayıdış məsələsi, qayıdış konsepsiyası həyata keçirir və görün ki, öz ar günüsünü məhz, bax, siz bir yerdə olan, yaranan Azərbaycan Qaçqınlar Cəmiyyətinin bir vərəsəsi olan icmada gəldi, onu keçirdi. Biz deməli, bu məsələlərdə həmişə onun yanındayıq. Həmişə o qayıdış məsələsində biz də öz sözümüzü deməliyik. Bizim də dəstəyimiz nədən ibarətdir? Bunların hamısını aşkarlayıb ortaya qoymaq, bunları çatdırmaq və beynəlxalq aləmə bizim haqlı olmağımızı çatdırmaq. Göstərək beynəlxalq aləmə ki, bir qurumun elədiyi işlər bütün o regionu əsl mənada tarixini, mədəniyyətini, incəsənətini da nə ki ora aid olubdur, biz onları edə bilək. Bizim yaşımız çatmayacaq. Mən gənclərə üz tuturam. Yəni bu məsələyə çox xahiş edirəm. İsti yanaşasınız və bunları gələcəkdə edəsiniz. Filologiya üzrə fəlsəfə doktoru doçent Cəlal Allahverdiyevə mən təşəkkürümü bildirirəm və düşünürəm ki, hamı bir səslə də öz təşəkkürünü bildirir. Çünki Cəlal Allahverdiyev artıq illər uzundur, mən düzdür Cəlal müəllimi tanıyıram və elə gələndən o arxivlərdə orada işləyə və bir çox əsas da, ən əsas onun istiqaməti olubdur İrəvanda təhsil, deməli, ədəbi mühiti, bir neçə kitabları var Cəlal müəllimin və bu məsələdə də elə Tamerlan müəllimə mən dedim ki, elə Cəlal müəllimin bu məsələlərlə əlaqədar bu kitabın ərsəyə çıxmasında əlbəttə ki, Cəlal müəllimin də rolu var. Və bu məsələdə öz münasibətini bildirsin. Hamınızı xoş gördük.
Əziz Qərbi Azərbaycanlılar, bugün bizim hər birimizin beləcə bu şəkildə toparlanmağımızın, bu şəkildə yığışmağımızın səbəbkarı aydın məsələdir ki, bizim Cənab Ali Başkomandan möhtərəm prezidentimizdir. Möhtərəm prezidentimizin bizim hər birimizin qarşısında qoyduğu bir vətəndaşlıq vəzifələri var ki, bizim hər birimiz o vətəndaşlıq vəzifələrini məsuliyyətlə, vətəndaş alim kimi, vətəndaş insan kimi, vətəndaş ziyalı kimi dəyanətlə, ləyaqətlə yerinə yetirər. Əlbəttə ki, aydın məsələdir ki, hər bir kitab ümumiyyətlə zəhmətsiz başa gəlmir. Amma elə kitablar var, düzdür, zəhmətsiz başa gəlir. Amma elə kitablar var ki, onlar zəhmətsiz başa gəlmir. Yəni, zəhmətsiz başa gələn kitablar aydın məsələdir ki, necə kitablardır, bunu əsl ziyalılar, əsl tədqiqatçılar, əsl alimlər çox gözəl bilir. Əsl araşdırmaçılar çox gözəl bilir. Bax, zəhmət hesabına başa gələn, ərsiyə gələn İrəvanla bağlı kitablardan biri də bugün təqdimatına toplaşdığımız İrəvanda böyük ziyalı nəslinin nümayəndələrindən olan Qərbi Azərbaycanın əməkdar müəllimi olmuş, Qərbi Azərbaycanda milli maarifçiliyin inkişafına öz önəmli töhfələrini vermiş, Qərbi Azərbaycanın əməkdar müəllimi, hörmətli Həsən Süleymanovun nəvəsi Tamerlan müəllimin İrəvanda Azərbaycanlı Orta Məktəbi kitabının təqdimatına toplaşmışıq. Əlbəttə ki, bayaq dediyim kimi, alimlər, ziyalılar müxtəlif olduğu kimi, ərsiyə gələn kitablar da müxtəlifdir. Kitab var ki, adamı diqqətini ilk baxışdaca cəlb edir, adamın ilk baxışdaca bir o vətən miskilini, deyəkmi, yaxud da ki, onun o vətən həsrətini və yaxud da ki, hansısa bir o ziyalı baxışını ilk andaca özünə cəlb edə bilir. Amma kitab da var ki, o günü mən bir möhtəbər ziyalı ilə, alimlə söhbət edirəm. Deyir, Cəlal müəllim, mənə çox kitablar hədiyyə ediblər. Amma o kitabların hamısını elə Şərəf gətirib deyir, yığmışam bir yerə. Yəni, məzmununa, o kitabların necə ərsiyə gəlməyinə bələdəm deyər, deyir, heç üzünü açmıram. Amma bir-iki kitab var ki, həmişə onların üzünü açıram, baxıram. Onlar mənim, yəni, həm də diqqətimi hər tərəfli şəkildə cəlb elədiyinə görə bilirəm ki, bu kitablar hansı alın tərinin, hansı zəhmətin hesabına başa gəlir. Əlbəttə ki, Tamerlan müəllim bu kitabı ərsiyə gətirəndə çox böyük zəhmət çəkirdi. Bir ildən artıqdır ki, Tamerlan müəllim bu kitabın üzərində çalışır və həmişə də mütəmadi olaraq mənimlə əlaqə saxlayır, məndən müəyyən qədər məsləhətlər, tövsiyələr alırdı və axırda nəhayət ki, belə bir möhtəşəm kitabın ərsiyə gəlməsinə nail oldu. Əlbəttə ki, bu kitab İrəvanda, Qərbi Azərbaycanda bir orta məktəbin tarixindən, fəaliyyətindən bəhs edir. Bugün arxivlərin əlçatmaz olduğu bir dövrdə, müəyyən məlumatların kasad olduğu bir dövrdə İrəvanda Axundov adına tam Azərbaycanlı Orta Məktəbinin tarixi fəaliyyəti haqqında kitabı ərsiyə gətirmək nə qədər böyük zəhmət, böyük əziyyət tələb edir. Çünki o məlumatları əldə etmək,
o insanlarla görüşmək, o insanlardan məlumatları almaq, toplamaq, o şəkilləri bir yerə yığmaq, o məlumatları dəfələrlə dəqiqləşdirib, onların dəqiqliyinin təmin olunması yolunda nə qədər əziyyətlər çəkib Tamerlan müəllim. Həqiqətən də, bax, bu kitab, mən həmişə Tamerlan müəllimdən söhbət edəndə deyirdi ki, bir mənim mənəvi borcumdur, o məktəbə öz, nə cür deyir, bir məzun kimi öz töhfəmi verim. Amma Tamerlan müəllim bugün deyir ki, mən çox sevinirəm ki, həyatımda nələr etmişəmsə, nələr edəcəyəmsə, onların hamısı bir yana, amma mənim üçün bu kitab bir yana. Çünki Tamerlan müəllim həqiqətən də bu kitabla Qərbi Azərbaycan təhsil tarixində özünə bir abidə ucaltdı. Hər bir kitab əslində əlbəttə ki, bir abidədir. Yəni, qalan, yaşayan bu kitablardır. Gələcək nəsillərə təhsilimizin, tariximizin, keçmişimizin çatdırılması məhz bax bu kitablar vasitəsilə həyata keçirilir. Yəni, insanlar hamımız gəldi gedərik, amma qalan bax bu abidələrdir. Və Tamerlan müəllim əlbəttə burada kitabın o müəllifdən sözü yazanda yazır ki, mən bu kitabı müəllimlərimin ölməz ruhuna ithaf edirəm. Kim ki müəllimlərinin uca tutursa, kim ki müəllimlərinə həmişə qəlbində öz əbədi olaraq hörmət və ehtiramını ifadə etməyi bacarırsa, əlbəttə o insan həmişə ucadır, o insan həmişə daimidir, o insan deməli həyatda özünün varkən mövcudluğunu əbədi təsdiq edən simaya çevrilir. Bax, bugün həqiqətən də Tamerlan müəllim o simalardandır. Tamerlan müəllimin əsli, kökü, ziyalı nəslidir. Onların İrəvanda maarifçiliyin inkişafında əlbəttə ki, çox böyük xidmətləri olub. Burada hər bir ziyalı əyləşənlərin hər birinin Namiq müəllim əyləşibdir, Hidayət Hüseynovun qızı burada əyləşibdir, adınız Təranə xanım. Təranə xanımın o günü mən o şəcərəsi ilə tanış oluram, baxıram, nə qədər bunlar İrəvanda, deməli, Muhammed Həsənov ilk İrəvan Pedaqoji Texnikumunun riyaziyyat müəllimi olubdur və Şəhla xanım Pedaqoji Universitetin 1925-ci ildə gəlib Pedaqoji İnstitutda təhsil alıb İrəvana qayıdıb, İrəvan Pedaqoji Texnikumunda dərs deyib və maarifçiliyin inkişafında çox böyük rol oynayıb. Səkinə Həsənova anası Qərbi Azərbaycan əməkdar müəllimlərindən olub. Tərlan xanım Həsənova, Hidayət Hüseynov, yəni görün bunlar nə qədər böyük maarifçilər olub, bir nəslin hələ nümayəndələri belə. İradə xanımda ki, heç da, İradə xanımın mən hərdən zarafatla deyirəm ki, Bağır müəllimlə, Ququ müəllimə, Rufiyə müəllimə, mənim babamdır, Rufiyə müəllimədən nənəmdir. Hərdən zarafatla deyirəm, çünki müəyyən qədər o məlumatları, onların o fəaliyyəti haqqında, onların o Qərbi Azərbaycanda maarifçiliyin inkişafındakı xidmətləri haqqında məlumatları bəzən İradə xanıma verirəm. İradə xanım özü də bəzən təəccüblənir ki, mən bunları bilmirdim və həqiqətən də beləmkinəm. Yəni, biz həqiqətən İrəvan deyəndə ilk təsəvvürümüzdə canlanan həmişə İradə xanım olur. İradə xanımın mənə ən çox sevdirən də, o nəsli mənə ən çox sevdirən də İradə xanımın atası Bağır Rızazadə olubdur. Mən Bağır Rızazadə bilmirdim hələ o vaxtlar ki, İradə xanımın atasıdır. Mən o vaxtı İrəvanda Azərbaycan təhsil tarixini, pedaqoji texnikumu işləyəndə bu kişinin baxdım fəaliyyəti mənim diqqətimi çox çəkir. Deməli, 1930-cu illərdə bir faktla rastlaşdım. İradə xanımın atası
Bağır müəllim Moskvadan 30-cu illərdə öz əmək haqqı hesabına orada bu deməli maarif jurnalları zaten çıxırdı Şəhla xanım. Öz əmək haqqından, maaşından pul ayırıb həmin jurnalları deməli tədris proqramlarını, jurnalları, müəyyən dərs vəsaitləri o dövrdə məhdud olsa da müəyyən tədris vəsaitlərini gətirib onları İrəvanda Azərbaycan məktəblərində tətbiq edir və onları tərcümə edirdi və yaxud da ki onlardan tədris vəsaiti kimi istifadə edir. Azərbaycanlı gənclərinin təhsilə elmə yiyələnməsinə çox böyük töhfə verildi. Və həqiqətən də bayaq dediyim kimi İradə xanımın da istər-istəməz bu yəni aksiyomadır, dağılmaz bir faktdır. O qədər böyük xidmətləri, fəaliyyətləri hər birimizin nəzərində o dərəcədə yüksəkdir ki, biz istər-istəməz İrəvan deyəndə gözümüzün qarşısında İradə xanım canlanır. Bax, burada Namiq müəllimin əyləşibdir, bizim hərbi ekspert İrəvanın o niskilini, İrəvanın o həsrətini, yükünü öz sinlərində daşıyan, həmişə böyük yanğıyla televiziya ekranlarında öz niskilini, həsrətini ifadə edən Telman müəllim burada əyləşibdir. İrəvanın ziyalı nəsillərinin nümayəndə Çingiz müəllimdir, Namiq müəllimdir və digər ziyalılarımız. Əlbəttə ki, bunların hər biri Şəhla xanım, Avtandil müəllim. Demək olar ki, elə bir burada İrəvanlı nümayəndə yoxdur ki, onun atası, anası, babası, əmisi, dayısı İrəvanda Azərbaycan ədəbi, mədəni, ictimai, siyasi mühitin inkişafına öz töhfəsini verməsin. Mən ümumiyyətlə bu barədə çox danışa bilərəm. Vaxtınızı almaq istəmirəm. Sadəcə olaraq bir şey demək istəyirəm ki, yerədən Tamerlan müəllim, mən sizi təbrik edirəm. Siz çox böyük bir bugün təhsil tariximiz üçün önəmli olan, nəinki Azərbaycan təhsil tariximiz üçün, Azərbaycan təhsil tariximiz üçün çox böyük bir önəmli olan, dəyərli olan bir kitabı beləcə elmi ictimaiyyətə təqdim etdiniz. Bu çox böyük, sevindirici bir hadisədir. Mən sizi bu kitab münasibəti ilə təbrik edirəm və inanıram ki, təhsil tariximizin ən dəyərli səhifələrindən biri kimi bu kitab gələcəkdə təhsil tarixini araşdıranlar üçün ən zəngin mənbələrdən birinə çevriləcəkdir. Sağ olun, hamınıza öz təşəkkürünü bildirirəm. Sağ olun. Sağ olun. İstəyirəm, hörmətli Şəhla xanım, çünki rəyçilərdən olub, kafedra müdürümüz, deyəndə dedi, pedagojiyində doktoru, professorumuz, sizi dinləyirəm. Təşəkkür edirəm Radə xanım. Hər birinizi xoş gördük, əziz həmvətənlər. Zaman-zaman hərdəsə çıxış eləməli olursan, görüşlərin olur. Ancaq bu hadisələr başlayanlar müəyyən öz həmvətənlərimizlə bərabər tədbirlərdə olanda və çıxışlar edəndə o bir başqa his yaradır insanda. Bilmirəm, nostalji yaşayırıq, bilmirəm, darıxırıqmı, bilmirəm, o illərə qayıdırıqmı, sevinirikmi, o torpaqların bir hissəsini elə bil həmin insanlar, o torpaqlardan olan insanlar olduğu üçün müəyyən həyəcan yaradırmı insanda. Hər halda, bütün hallarda çox xoş bir hissdir. Və təbii ki, mən bugün bizi bu səbəblərlə bir yerə gətirən insanlara öz təşəkkürümü bildirirəm. Çünki bu eləcə məclis deyil, adi bir yığıncaq deyil, çay içmə mərasimi deyil. Bu elmin işığına, biliyin işığına, təhsilin işığına yığışmaq deməkdir. Yaddaşlarımızı təzələmək deməkdir. Və mən çox minnətdaram cənab prezidentimizə ki, Qərbi Azərbaycana qayıdış konsepsiyası. Bu konsepsiya
doğrudan da, yani her birimiz ziyalıyıq, her birimiz bu sahədə bir çox məlumatlara malik insanlar. Bu konsepsiya tarihi bir hadisədir. Belə hallar tarixdə bir-iki dəfə Bosniya-Hersegovinada, Kiprdə, sonra Fələstində bunlar benzer tarihi bir diye doktrinalar, yazılar mevcuttur. Müzakireler olur beynəlxalq təşkilatlar tərəfindən, beynəlxalq hüquq məhkəməsi tərəfindən. Ama bugünkü bizim Azərbaycanda, bizim doğma Qərbi Azərbaycan bir mənalı Azərbaycan bir hissəsidir. Yəni burada mən bunu deməklə yeni bir açılış falan eləmirəm. Təbii ki bunu hamı bilir. Hətta bunu qəbul etmək istəməyənlər belə bilir. Mən həmişə deyirdim ki, belə maraqlıydı fikirlərim güzel. Deyirdim ki, Heydər Əliyevin oponentləri belə onun Heydər Əliyev olduğunu üzdə deməsələr də daxilən bilirlər ki, o Heydər Əliyevdir. O kimdir? Və bugün də bu sözü Qərbi Azərbaycan üçün deyirəm ki, Qərbi Azərbaycana öz belə qəbul etmək istəməyənlər belə ki, Azərbaycan torpaqlarıdır. Onu qəbul edirlər və bilirlər. Sadəcə müəyyən səbəblər var. Təbii ki, bunları biz burada müzakirə etməyəcək. Hər birimiz mütəmadi olaraq bundan məşğuluq. Maariflənirik, oxuyuruq, təbliğ edirik. Qərbi Azərbaycana qayıdış konsepsiyasını başlayan bu böyük hərəkat. Bu böyük hərəkatın başında duran cənab prezidentimiz və bunu irəli aparan bir çox şəxsiyyətlər, simalar var ki, onlar bu sahədə gecə-gündüz çalışırlar. Və təbii ki, bizlər də çalışırıq ki, dəstək olaq. Kitablar yazmaqla, tarixi araşdırmaqla, meydana çıxartmaqla böyük bir işdir. Hər bir kəs eğer o deyir ki, sərçə yangının üstüne bir damcı su da tökürsə, o da onun bacardığı işdir. Ona göre de biz hamımız kiminsə əlindən ne iş gəlirsə bu sahədə təbii ki etməliyik və edəcək yorulmadan. Çünkü bizi ora gözləyir. İradə xanım bayaq dedi, təkrarçılıq etmək istəmir. Ulu önderimiz dedi ki, hara biz necə qayıdacağıq və bugünkü prezidentimiz də deyir ki, biz sülh yolu ilə qayıdacağıq. Biz sakitcə qayıdacağıq. Dava eləmədən, müharibə etmədən, dırğın etmədən qayıdacaq. Biz təbii ki buna inanırıq və bugün biz, mən ümid edirəm ki biz də görəcəyik. İnşallah. Biz görə bilməsək də əlbəttə ki evlatlar inşallah görəcəyik. Mən ona inanıram. Tezliklə görəcəyik, inanıram. Və İrəvan hər bir xalqın milli mənəvi dəyərlərinin, milli kimliyinin formalaşmasında mədəniyyət və təhsil böyük amildir. Və İrəvan bunun mərkəzidir. Təsadüfi deyil ki, bugün Azərbaycanda, indi bunlar məcburən gedib orada öz potensiallarını həyata keçirə bilmədikləri üçün alimlərimiz, ziyalılarımız, yazıcılarımız Azərbaycanda möhkəmləndilər. Ancaq Azərbaycanda olan ziyalıların bunun statistikasını mən aktardım. Ancaq dəqiq yoxdur Cəlal müəllim statistikası. Amma biz elm sahəsində, təhsil sahəsində fəaliyyət göstərdiyimiz üçün bilirik ki, çox böyük bir hissədir Azərbaycanda İrəvan ziyalıları. Çox böyük bir hissədir, aparıcı qüvvədir. Və mən bundan fəxr edirəm təbii ki. Və belə başımı dik tutaraq bunu etiraf edirəm. Və İrəvanda bu kitab Mirzə Fətəli Axundov adına Azərbaycan məktəbi, Azərbaycanın məktəbi. Bunların deyək ki, bütün İrəvanda mən Zəngibasarlıyam, Uluxanlıyam. Cəli Məmmədquluzadə adına orta məktəb var idi. Ay sağ olun. Zərifə Qarqıba. Çoxdur, bayaq dediyim sözün üstüne gəlir. Biz onların adını bir saysaq, heç bizim vaxtımız çalmaz. Təbii ki, ama biz onlarla fəxr edirik. Onlar bizim öndərlərimiz, özünə gedərlərimizdir. Ziyalılarımız, işıqlılarımızdır. Təbii ki. Və bu kitab da o qədərdir. Təbii müəllimə təşəkkür edirəm. Doğrudan təşəkkür edirəm səninizdən. Mən bu kitabın rəiçisiyəm. Sevə-sevə, çox sevinə-sevinə. Bu kitabı qəbul edirəm. Kitab özü tarixi hadisədir. Bizim üçün, baxın torpaqlar üçün. Və burada müəllimlərin adlarını görürəm. Və burada vertikaları görürəm. Direktorları, direktor müavinlərini, tədris edən müəllimlərimizi, oranı bitirən məzunları,
Bu oranı bitirən məzunlar üçün bilirsiniz böyük bir hədiyyədir. Hamımızla beraber onlar üçün çox qiymətlidir və Azərbaycan üçün qiymətlidir. Mən deyirəm, Qərbi Azərbaycan da Azərbaycan. Təbii, əlbəttə, hamımızın borcudur. Mən dinlədiyiniz üçün təşəkkür edirəm. O torpaqlarda görüşürəm. Növbəti sözü vermək istəyirəm. Bizim filologiya üzrə elmlər doktoru, professor Avtandil Ağbabalıya. Əlbəttə, Ağbaba deyənlər biz artıq bilirik ki, bu haradır və doğrudan da o torpaqdan da bizim torpaqdan həqiqətən də çox dahi insanlar da deməli tanınır və davam edilir. Əziz soydaşlar, hörmətli tədbir iştirakçıları, İrəvan yalnız Qərbi Azərbaycanın deyil, ümumiyyətlə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən, elm mərkəzlərindən biridir. Bəlkə də birincilərindəndir. Çünki bizim ən qədim milli etnik yaddaşımızda, folklorumuzda Şamaxı, Gəncə, Təbrizlə yanaşı birinci növbədə İrəvanın adı çəkilir. İrəvanın adı bayatlardadır, İrəvan qana düşdü, qədim pəhvana düşdü, Təbriz Gəncə gəlmədi qollarına düşdü. İrəvanın dərdi var, dərd içində mərdi var. Ordular qan axıtdı, səngər oldu, hərdi var. Bu Səriyə xatunu, İrəvanın Səriyə xatunu. İrəvan xanlarının nəslindəndir, mübahatlarının. Yəni yüzlərlə belə misallar gətirmək olar. Hamımızın dillər əzbəri olan, orta məktəblərdə şagirdlərin dillər əzbəri olan Can nənə bir nağıldır, ömrüm günüm yadda, hamısını indi desəm nağıl qalmazsa var. Bunun müəllifi Əhməd Cəmildir, İrəvanlıdır. Qafqazda ilk orta məktəbdə qızıl medalı alan müəllif, şagird daha doğrusu, Əziz Əliyevdir, İrəvanlıdır. Məşhur bəstəkar Səyid Rüstəmov, İrəvanlıdır. Mustafa bəy Topçubaşov. Yəni yüzlərlə belə misallar gətirmək olar ki, bu Azərbaycan ziyalılar dəstəsinin ən möhtəşəm nümayəndələridir. Və belə bir kitablar da bugün o nümayəndələri, onların babalarını və onların özündən sonraki nəsilləri bizə tanıdır. Biz hamımız o torpaqdanıq, Qərbi Azərbaycandanıq. Bugün biz oralara gedə bilmirik. Oranın həsrətini yaşaya-yaşaya, çəkə-çəkə yaşayırıq. Biz oranın ağacını, dağını, gölünü, məsələn Göyçə gölünü, Arpa gölünü, Zəngi çayını, Sərdar məscidini, Göy məscidi buraya gətirə bilmərik. Amma o milli mənəvi sərvətlərini özümüzlə gətirmişik, daxilimizdə gətirmişik, milli etnik yaddaşımızda gətirmişik. Hərə bir yaddaşın bir parçasıdır. Bax, bugün bu cür kitablar bizi oraya qaytarır. Milli konsepsiya, qayıdış konsepsiya, möhtərəm prezidentimizin müəyyənləşdirdiyi qayıdış konsepsiyası var. Biz oraya dinç yolla qayıdacaq. Və o qayıdış konsepsiyasının sülh şəklində qayıtmağın əsas yollarından biri bu cür kitabların olmasıdır. Bayaq mən dedim, gözümüzün qabağına gətirin. Məsələn, tutaq bir çəmənin içindən keçirik. Orada otlar var, çəmən var, güllər var, çiçəklər var. Qəflətən ayağın altından bir sığırçın pırıltı ilə uçur. Görürük ki, orada quşun yuvasıdır, içində də yumurtaları var. Onu buraya gətirə bilməyəcəyik. Amma milli yaddaşımızda onları biz gətiririk və bax, bu cür kitablar bizi o torpağa qaytarır. Və bu kitab çox zəngin faktlar, tarixi materiallar əsasında yazılıb. Burada məktəbin direktorlarından, tədris müdirlərindən, dərs deyən müəllimlərdən, oranın məzunlarından tutmuş bütöv bir siyahı verilir. Bu asan məsələ deyil. Bu böyük bir əmək tələb edir. Heç tədqiqatçılığı qoyuruq bir kənara. Çox böyük əmək tələb edir. Və bu əmək elədiyi şöhrət gətirir sizə. Bu əməyi çəkdiyimiz üçün. Kitabın üstün məziyyətlərindən biri də burada yalnız bu məktəbdə oxuyan şagirdlər, yaxud dərs deyən müəllimlər, onların tərcüməyanları falan. Məsələn, rəhmətli İsrafil Abbaslı mənim abonentim oldu, sertifikasiyamda.
Çok böyük insan idi, böyük folklorşünası idi. Kitabda da tarixi şəkillərin, burada müxtəlif şəkillər var. Yalnız insanların şəkili yox, Venetika, məktəbin şəkilləri, tarixi sənədlər və s. kitabın dəyərini daha da artırır. Mən yenə güman edirəm ki, Tamerlan müəllim çox böyük zəhmət çəkir. Belə bir kitabı ortaya gətirməklə bizi milli yaddaşımıza qaytarır. İnsan milli yaddaşını qərb edəndə böyük olur. Ümumiyyətlə, milli yaddaşı olan insanlar özlərindən sonra da böyük nəsillər qurur. Neçə əsrlər keçsə də o milli yaddaş güclüdürsə, o insan güclüdür. Milli yaddaş zəifdirsə, o insan nəsil istəyir, orada nə qədər alim də olsun. Milli yaddaşı yoxdursa, o böyük şəxsiyyətlər getirə bilməz. Tarixi mənada böyük şəxsiyyətlər getirə bilməz. Buna görə də bu cürə kitablar bizi milli yaddaşımıza qaytarır, doğma torpağımıza qaytarır. Mən inanıram ki, möhtərəm prezidentimizin və yerləşdirdiyi Qərbi Azərbaycana qayıdış konsepsiyası artıq bu cürə kitabların vasitəsindən, bu cürə tədbirlərin vasitəsindən, milli yaddaşımıza qayıtmağı vasitəsindən bizi hər gün, hər ay, hər saat o doğma torpaqlara yatır. Bir daha müəllim təmin edirəm, uzun ömür, can sağlığı arzu edirəm. Arzu edirəm ki, gələcəkdə öz tədqiqatlarını davam elətdirsin və belə kitablarla bizim milli yaddaşımızı daha da gücləndirsin. Diqqətinizə görə çox sağ olun. Ben sözü indi vermək istəyirəm kitabın müəllifinə, amma sonra sizinlə də bir burada söhbətimizi aparacağıq. Tamerlan müəllim, buyurun, söz sizin. Çok sağ olun. Ben ne edebiyatçı değilim, ne pedagog değilim, Nə tarixçi görəm? ne tarihçi değilim, ne alim değilim. Ben adi bir mühendisəm mən. Ama o adi mühendisin yüreğinde vətən sevgisi, vətən həsrəti olan bir insanım. Mən 50 ildir Bakı şəhərində yaşayıram. 16 yaşından Bakıya gəlmişəm. Amma vətənim təbii ki, İrəvandır. İrəvanla nəfəs almışam. İrəvanda suyunu içmişəm, çörəyini yemişəm. O müəllim, o təhsili almışam. O məktəbin, o ikinci aləm olubdur. O müəllimlərlə yaşamışam, necə deyərlər. Bu səbəb məni açıq deyim, çoxdan düşündürən bir hissiyat olubdur. Amma lakin insan cavanlığı elə bir dövr olur ki, bəzən o hissiyata o qədər qapana bilmirsən və fikirləri tamamlaya bilmirsən. Amma insan biraz daha çox bir balaca yaşa dolanda daha çox sən o vətən həsrəti ilə yaşayırsan. O həyatla, o günü bayaq İradə xanım dedi. Bizim uşaqlığımız, gəncliyimiz oralarda keçir. İrəvan da Azərbaycandır. İrəvan Qərbi Azərbaycanın gözüdür. Biz deyəndə İrəvan, bu demək deyil ki, tək biz İrəvan şəhərini nəzərdə tuturuq. Qərbi Azərbaycanın bütün bölgələri. Çünki İrəvan adını çəkəndə ermənilərin özlərinə bir gözlərinə bir daş düşür. Çünki onlar elə Qərbi Azərbaycan deyəndə o bəzi o kişi başqa mahalları nəzərdə tuturlar. Amma İrəvan adı gələndə onlar hamısı bilməlidir ki, İrəvan Ermənistan, indiki Ermənistan dövlətinin paytaxtı Azərbaycan olan, ərazisi olan İrəvan şəhəri olubdur. Bax, bu səbəbdən də bu kitabın yazmaqla və İrəvan şəhərində bəzən bir insanda çəkim üzr istəyirəm. Mən 16 yaşında hətta Bakıya gələndə çoxları heç bilmirdilər ki, İrəvanda Azərbaycan məktəbləri var. Azərbaycanda skriptum var. Azərbaycanın, İrəvan Azərbaycanlıları mədəniyyəti var burada. Yəni, bunlarda çünki o dövrdə Sovet hakimiyyəti dövründə müəyyən təbii ki, yaratılıq Ermənistan dövlətinin bir politikası olubdur ki, gizli surətdə Azərbaycanlıların mədəniyyətini orada məhv etməyə başlayıblar.
indi də məhv ediblər. Hətta mən sizə bir misal çəkib, Firdovsi küçəsi biz burada hallandırdıq. Firdovsi küçəsi haqqında bu axıb axar televiziyalarda, YouTube'da mən öz məhəlləmizi tapmışam, evimizi tapıb və telestudiyalarda həmin onların faktlar əsasında şəkilləri, o evlərin 100 illiklərə aid olduğunu mən onlara o şəkildə göstərmişəm. Amma icadından sonra onu görmüşəm ki, o evləri yerlə yeksan ediblər ki, Azərbaycanın Yerevandakı olan bütün Azərbaycan tarixini silsinlər. Bu kitabın da yaranmasının əsas səbəbi məktəbdir. Çünki hər bir xalqın inkişafı, onun kimliyinin formalaşması, eyni zamanda onun təhsilinin inkişaf etməsindən keçir. Çünki təhsil ziyaları yetişdirir. Təhsil necə deyək, insanın mədəniyyətini qoruyub saxlayır. Onun alimlərini yetişdirir. Mən isə İrəvan məktəbini çalışmışam ki, yaşadım. Çünki hamı bilməlidir ki, İrəvan məktəbi olub, hansı ki, bu özəyi olubdur. Onların müəllimləri, onların məzunları, hətta İrəvanın məzunları baxmayaraq çətinliklərə, mənəvi sıxıntılara baxmayaraq, onlar məzun olandan sonra Bakıda oxuyub, yenidən İrəvana qayıdıb, həmin məktəbdə müəllimliyə başlayıblar. 88-ci ilə qədər də müəllimlik ediblər. Və onların getirmələri, mən bir şey də deyim ki, həmin məktəbdən akademiklər yetişir, professorlar yetişir, elmlər namizədləri yetişir, tanınmış şəxsiyyətlər yetişir. Təbii ki, çox adam onların hamısını bilə bilməz. Amma mən bu kitabda əsas məktəbimizə həsr etdiyimə görə, o məktəbi yaşatmaq üçün, məktəbin 66 il fəaliyyəti olub, 22-ci ildən 88-ci ilə qədər məktəb fəaliyyət göstərib və axırda məktəbi yandırıblar, onun arxiv sənədləri yandırılır. Bu səbəbdən də burada toplanan materiallar təbii ki, məktəblə birbaşa bağlıdır. Onun 22-ci ildən həcərandığı vaxtdan o dövrün direktorları, müəllimləri barəsində 88-ci ilə qədər olan bütün müəllimlər barəsində burada verilir. Və burada mən eyni zamanda minnətdarlığımı ən qoca müəllimə Rəfiqə xalaya mən öz çox böyük minnətdarlığımı bildirmək istəyirəm. 92 yaşlı həmin müəllimə burada da iştirak edir. O cümlədən burada bir çox müəllimələr var. Hansı onlarda iştirak edir. Hamısına mən öz minnətdarlığımı bildirirəm. Və bu kitab həmin müəllimlərimə etiraf etmişdir. Təqdimatın keçirilməsində iştirak edən hörmətli professorlarımızın hamısına öz təşəkkürümü bildirirəm. Təbii ki, kitab biraz balaca olsa da, amma tarixin yaddaşına yazılan bir kitabdır, kiçik bir kitabdır. Çox sağ olun, minnətdarım. 38 ildir də, yəni 88-i götürəndə 38 ildir. Biz artıq Bakıya köçdük, gəldik. Onu gəlirdik, gedirdik. Qohumlar yaşayırdı Bakıda. Amma 38 ili, 8 ilini çıxsaq 30 ildir. Gələnlər heç bir zaman biz nə Qarabağ mövzusunu, nə İrəvan, Qərbi Azərbaycan mövzusunu unutmadıq. Mübarizə apardıq. Hər yerdə məqalələrimiz, çıxışlarımız, bütün beynəlxalq təşkilatlarda İrəvanla bağlı, Qərbi Azərbaycanla bağlı, Qarabağla bağlı problemləri biz qabartmışıq. Düz ermənilərin təsirlərinə çox düşən adamlar var idi orada, bizə təzyiqlər edilir. Amma bütün bunların hamısını inşallah Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyevin belə deyək də, cəsarəti nəticəsində bütün torpaqlarımızı işğaldan azad elədik. İndi qalıb da bir dənə Qərbi Azərbaycanımız bu istiqamətdə də artıq işlər gedir. 8 film hazırlamışam. Sənədli film hazırlanıbdır. Qeyri-hökumət təşkilatlarına dəstək agentliyinin maliyyə yardımı ilə. Deməli, o 8 filmdən 4 filmim sırf İrəvana aiddir. Qalanları bölgə-bölgə işləmişəm və orada daha çox deməli, İrəvan bəyləri, vaxtında xanları olan, İrəvana tərk edib gəlmiş Bakıda, Gəncədə məskunlaşmış insanların evladları, nəvələri orada filmlərdə bütün iştirak edibdir. Həm anasının, həm atası İrəvan xanı olubdur, həm də ana tərəfin xanı olubdur. Yəni bu bir şedevrdir.
yəni bir tarixi eksponatdır da, bu qadın qalıbdır bu günümüzə qədər və orada hər zaman tədbirlərimizdə də o çox böyük məmnuniyyətlə iştirak edib. Deyim ki, məlumatınız olsun. Hani sözü verəm İlqar müəllimə, İlqar müəllim buyurun. O dünən tədbiri dedim ki, inşallah deportasiya olunanların hüquqlarını bərpa edib qaytaracaq. Necədir? 30%-ni etiraf edəmsən. Deyirəm ki, bizim tərəkəmə elini burada oturanlar bilir. Demək olar ki, bizim ömrümüzün 30%-i o uşaqlıq ilimizin ən gözəl dövrü, yay aylarımız yaylaqlarda olub və mən də yayı Göyçə mahalında, bütün gənclik, uşaqlıq illərim Göyçə mahalında. Hə, ona görə o daha yadda qalan olub mənim üçün. Çox maraqlı və gözəl bir illər yaşamışam. Amma Tamerlan müəllimin kitabına mən fikir bildirəcəm. Əslində baxanda çıxış eləməyimin əsas səbəbi Tamerlan müəllimin baxdığı kitabı oldu. Niyə? Burada iki duyğusal bir məqam yaşandı. Bir o xanım məndən sonra zala daxil oldu. Ona kitabı verəndə məktəbin şəklini öpdü. Mən onu diqqət elədim və kiməsə göstərdi oradakılar ki, məktəbimiz dedi, bu məktəbin şəklini doğrudan çox təsirlidir hətta adam. Mən biraz kövrəyə adamım, kövrələrlərə. Day detallarına qədər getməyəcəm. Bir də ki, kitab çox maraqlı kitabdır. Niyə maraqlı kitabdır? Çünki burada bir konseptuallıq var. Yanaşma nədir? Məsələn, mən hələ şəxsiyyətlərlə tanış olmağa məqamım yoxdur, çünki baxmaq lazımdır. Amma əsas məqam ondan ibarət ki, kitabda məktəbin 22-ci ildən 88-ci ilə qədər müəllimlərinin siyasını verib, burada 30 nəfər müəllim qadındır, xanımdır. Və bu bizim üçün beynəlxalq aləmə, cəmiyyətə, inkişaf eləmiş cəmiyyətlərə çox ciddi bir mesajdır. 22-ci ildən fəaliyyət göstərən məktəbdə Azərbaycan xalqının, Azərbaycan ailələrinin, qadınların təhsilinə olan bir münasibətinin göstəricisi var burada. Və mən o böyük siyahıya da baxdım, orta məktəbi bitirənlərin siyasında kifayət qədər xanımlar və qadınların şəklini gördüm. Bu çox böyük tədqiqatdır. Və mən çox istəyərdim ki, Tamerlan müəllim, siz bəlkə də bu kitabın o hissəsini də bir tədqiqat edin. Ümumiyyətlə, o çox maraqlı bir, mənim zamanım olsa, bəli, çox önəmli bir məsələdir. Çünki dünyada gender məsələsi siyasətin ən önəmində gedir. Bu günləri biz ermənilərə deməyə sözümüz var. Açığı mən bilmirdim. Mən qərib Azərbaycanlı olmasam da zaten qərib Azərbaycan bizim hamımızın bir sınaq yeridir, yaralı yeridir. Hamımızın, belə deyək, o yumruğumuzu bir yerə vurası yerimizdir. Amma bu günləri biz ermənilərə, biz İradə xanımla çox maraqlı bir beynəlxalq birlikdə təmsil olunur. Şərq Tərəfdaşlıq Vətəndaş Cəmiyyəti Forumudur, Avropa Birliyinin bir layihəsidir. 15 ilə yaxındır, biz orada, ikimiz orada ekspert kimi təmsil olunuruq. Orada proporsional olaraq nümayəndə heyəti bölünür. Bizim qədər də ermənilər gəlir, erməni ekspertlər hər il. Və bu günləri bizim deməyə sözümüz var həmin ermənilərə ki, inşallah Kişinyovda olacaq tədbirimiz. Ki, baxın, bizim xanımlarımıza baxın, görün Yerevanı elə xanımlar, bizim nə qədər qadınlarımız orada dəstəyib, təsir verib, eğitimlə məşğul oldu. Ona görə Tamerlan müəllim, siz dediniz ki, ədəbiyyatçı deyiləm filan. Bəli, baxdım dosyanızda mühəndislik sənə azı deyək də köhnə. Neft sənələri bitirmişsiniz, amma o şərt deyil, ziyalılıq işində də bizim o qədər görkəmli şəxsiyyətlərimiz var. Əsərləri yazıblar, musiqilər bəstələyiblər. Üzeyir Hacıbəyev bütün işlərlə məşğul olub, yaradıcılıq və elm sahəsində. Buna görə sizə təşəkkür edirəm. Burada biz İrəvanı ziyalılarını tanıyacağıq, orada baxacağıq onun. Hələ mən siyahı böyükdür, orta məktəb oxu bitirənlərin də siyasında, şəkillərin siyasında çoxlu xanımlar var. Hər birinizə təşəkkür edirəm, maraqla dinlədiniz. Çox gözəl işdir, bunu sadəcə elə bilən. Mən istəyərdim ki, bunu biz, bəlkə də İradə xanım, bunu İngilis və erməni dilinə tərcüməsinə də ehtiyac yaratır. Sağ olun, təşəkkür edirəm. Tamerlan müəllim, siz çox nəhəng bir iş görmüşsünüz, çox möhtəşəm bir iş görmüşsünüz. Mən həm
Qərbi Azərbaycan icmasının idarə heyətinin üzvü kimi, həm Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri kimi, bir ictimai adam kimi mən sizə çox minnətdaram. Çünki bu bizim gen yaddaşımız, bu bizim qan yaddaşımızdır. Mən biraz imkandan istifadə edim burada, varaqladım. Bu bir xəzinədir. Bu bir, yəni, çox böyük bir irsdir. Bir məktəbin tarixi deyil. Nəsiminin bir qəzəlini oxuyursan, bir qəzəlini təkcə. Görürsən ki, bu dəryadır, burada nələr var. Və indi bunu da elə belə sadəcə 10-15 dəqiqə varaqlayanda baxıb görürsən ki, nə qədər zəngin bir irs var təkcə bu kitabda. Ona görə tanıram, siz çox böyük iş görmüşsünüz, siz nəhəng bir iş görmüşsünüz və bu xalq üçün bundan böyük xidmət yoxdur. Yəni bu bir yaddaşı qoruyub saxlamaq, yaddaşı dirsətmək, yaddaşı yaşatmaq, bundan artıq siz nə etməlisiniz ki? Ona görə də sizə çox dərin minnətdarlığımı bildirirəm və uğurlar arzulayıram. Yəni fürsətdən istifadə edib İradə xanıma da demək istəyirəm ki, İradə xanım da bir fədai kimi o yolun yolcusudur. O da İrəvan irsini həm öz sərgilərində, həm öz fəaliyyətində, bu 30 ildə, bu 40 ildə, eyni zamanda öz layihələrində hər zaman yaşadı. Ona da eşq olsun, o da var olsun. Çünki o da elə belə deyil, o bilirsiniz. Təbii ki, bugün mən ilk buraxdığım kitabın təqdimatı keçirildi. Hər bir təqdimatın təşkilatında, kitabın yaranmasında, hər bir kəsə mənə göstərdiyi mənəvi dəstəyə görə öz minnətdarlığımı bildirirəm. Gələn qonaqlarımıza, çünki qocaman müəllimlər, professorlar, hər bir vətəndaşa öz minnətdarlığımı bildirirəm. Təəssüratım çox əladır, çünki insan həyatında elə hallar olur ki, öz sevincindən həddi hüdudu olmur. O cümlədən də bu mənim ilk kitabımın işıq görməsi mənim üçün çox ən gözəl, sevincli günlərdən biridir. Hansı ki, ürəyimdə qalan bir arzuydu, hansı o arzunu da həyata keçirə bildik, Allahın köməkliyi ilə keçirə bildik.